Hər vaxtınız xeyir olsun, hörmətli Cəfət TV izləyiciləri. Bu verilişimiz Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində həyata keçiririk. Həmin təşkilatın rəhbəri olaraq və eyni zamanda layihə rəhbəri olaraq bu artıq bizim 5-ci verilişimizdir. Xatırladım ki, bu layihənin maliyyəsini Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Agentliyi həyata keçirdir. Biz layihə çərçivəsində Suraxanı rayonunda 4 bələdiyyədə Qaraçuxur, Bülbülə, Hövsan və Əmircan bələdiyyəsində görüş keçirdik. Yeri gəlmişkən fürsətdən istifadə edib bu şəraiti bizə yaratdığına görə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı hörmətli Adil Əliyevə təşəkkürümüzü bildiririk. Bu dəfəki 5-ci verilişimizin qonağı hörmətli Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfovdur. İxtiyar müəllim, xoş gördük. Xoş gördük, Niyaməddin bəy. Deməli, sizə bəllidir, biz bu layihəni həyata keçirdik Suraxanı rayonunun ərazisində fəaliyyət göstərən bir sıra bələdiyyələrdən. Biz ilk olaraq Qaraçuxur bələdiyyəsində də olduq və bələdiyyədə çox təşəkkür edirik ki, siz yaxşı bir şərait yaratdınız, bələdiyyə rəhbərliyi ilə, o cümlədən sizlə və bələdiyyənin qanunvericilik orqanında təmsil olunan nümayəndələri ilə, vergi işçiləri ilə, mühasibatlıqla çox səmimi bir 2 saatlıq görüşümüz baş verdi və biz bu layihənin bütün istiqamətlərindən danışdıq, səmimi söhbətlər apardıq. Elə ilk olaraq başlamaq istərdim 99-cu ildə yaranmış bələdiyyədən. Buyurun. Mən də təşəkkür edirəm bizi dəvət etdiyiniz üçün, Niyaməddin bəy. Çox sağ olun. Deməli, mən tarixi ekskursiya eləmək istəyirəm. Bildiyiniz kimi, bələdiyyələr haqqında qanunvericilik konstitusiyamızda təsbit olundu. Ulu öndərin vaxtında 1995-ci ildə 12-si deməli noyabrda ümumxalq referendumu nəticəsində konstitusiyamız qəbul olundu. Və ondan bir neçə il sonra, yəni 1999-cu ildə dekabr ayının 12-sində ilk bələdiyyə seçkiləri seçildi. Və ilk bələdiyyə seçkilərində mən də təmsil olunmaqla Qaraçuxur bələdiyyəsinə 17 üzv seçildi. Deməli, həmin dövrdən başlayaraq deməli, bələdiyyələrin inkişafı ilə məşğul olan bir şəxs olaraq və deməli, 6 dönəm seçkilərdə qalib olaraq bələdiyyə üzvü seçilmişəm və son 3 dönəmdə isə bələdiyyə sədri olmuşam və buna görə də bələdiyyələr haqqında müvəssəl məlumata malik bir şəxs kimi müəyyən informasiyaları mən sizin nəzərinizə çatdıra bilərəm Qaraçuxur bələdiyyəsi ilə bağlı. Qaraçuxur bələdiyyəsi dediyim kimi 99-cu ildə yaranıb, 2000-ci ildən fəaliyyətə başlayıbdı. Deməli, bələdiyyənin nə qədər ərazisi var? Deməli, bələdiyyənin 11.000 hektar ərazisi və bugün rəsmi statistikaya 93.800 nəfər əhalisi sayı var. Amma qeyri-rəsmi, yəni məcburi köçkünlər və qeydiyyətsiz yaşayanları da nəzərə alsaq, deməli 100.000 əhalisi var. Bəli. Siz artıq 15 ildir bələdiyyə sədrisiniz. Və bu da kifayət qədər böyük bir təcrübədir. Bəli. Yəni, istərdim bu bələdiyyə sədri dövründəki sədr olduğunuz dövrü bir analiz edək, o dövrdəki fəaliyyətinizi nəzər yetirək. Deməli, mənim sədr kimi fəaliyyətə başladığım dövrdə deməli, ilk məqsəd olub vergilərin yüksəldilməsi. Çünki bildiyiniz kimi, bələdiyyə yalnız bələdiyyələr torpaq vergisi və əmlak vergisi ilə formalaşır. Bələdiyyənin digər gəlir mənbələri də olubdur. Onlar müəyyən səbəblərdən Vergilər Nazirliyinin səlahiyyətlərinə keçibdir. Bəli. O cümlədən deməli fiziki şəxslərin daşınar əmlakından olan vergilər, mədən vergiləri, yəni bizdən bələdiyyələrdən alınaraq təhvil verilibdir deməli Vergilər Nazirliyinə. Buna baxmayaraq biz qarşımıza qoyduğumuz məqsəd
o idi ki, vergilər ilbəil artsın və həmin vergilərlə biz həm əhalinin, həm də sosial yəni sosial təminatı az olan vətəndaşların bəli, rifahını yaxşılaşdırmasına bu vergilərdən sərf edək. Yəni məqsədimizə də ilbəil nail oluruq. Yəni təbii ki, bunun səbəbi də demək olar ki, dövlət orqanları ilə birgə deməli apardığımız məqsəd yolunu siyasətdir. Deməli vergilərin bizim BAMS proqramının yaranması bizim vergilərin artırılmasına çoxlu köməyi oldu, dəyərli köməyi oldu. İstərdim o proqram haqqında məlumat verərdiniz. Nədən söhbət gedir? Söhbət burada deməli əmlakça bizim inteqrasiyamızdan söhbət gedir və bir də uçotun aparılmasından. Uçot artıq da əvvəlki kimi hər hansı bir kağız üzərində yox, elektron variant üzərindən, internet üzərindən, onlayn formada artıq vergilərin yığılması Cənab Prezidentin fərmanına uyğun olaraq müəyyənləşdirildi. 2015-ci ildən artıq BAMS proqramı ilə vergilərin yığımlamasına başlanıldı. Bu həm şəffaflığın təmin olunması və həm də deməli vergilərin deyək ki, itirilməməsi, hər hansı bir qeyri-qanuni hərəkətlərin olmasının qarşısını almağa xeyli kömək oldu. Biz həm əmlakçı inteqrasiya ilə bərabər biz evlərin, əmlakların satışı zamanı deməli inteqrasiyanı istəyirik notariuslara və yaxud asan xidmətdə bizim, yəni digər belə götürək, satılarkən əmlak, işıq, qaz, su, digər kommunal xidmətlərin arayışı tələb olunduğu kimi bələdiyyədən də yəni vergilər belə vətəndaşdan o bələdiyyə borcunun arayışının tələb olunmasını həyata keçsə sizin büdcəmizin formalaşmasına imkan yaranar. Deməli, bildiyiniz kimi artıq əmlak torpaqlarla bağlı bilirsiniz qanunlar var, bələdiyyə torpaqları ilə, amma bu Bakı şəhərində hələ ki öz əksini tapmır. Yəni torpaqların özgənişləşdirilməsi ilə bağlı oradan da vergilər daxil ola bilər. Biz onun da deməli onun vasitəsilə də yolların, yəni ərazimizdə asfaltlanmamış yolların deməli asfaltlanması, yeni müəssisələrin yaradılması, bilirsiniz ki, bələdiyyənin həm də mülkiyyətində olan deməli müəssisələrin vergiləri də bələdiyyə büdcəsinə köçürülür. Müəssisələrin yaradılması, yəni inkişaf baxımından bunlar da bizə dəstək ola bilər. İxtiyar bəy, siz bələdiyyə ərazisində xüsusən vətəndaşların ən vacib problemlərinin nə olur? Hansı istiqamətdə vətəndaşlar sizə bununla bağlı müraciətlər edir? Bax, 100 minlik bir qəsəbənin bələdiyyə sədrisiniz. Bu qəsəbənin ən çox vətəndaşları qeyd etdiyim kimi hansı istiqamətdə sizə müraciət edir? Demək olar ki, bütün mövzularda bizə yəni problemlərlə bağlı bizə müraciətlər olur. Şükür Allaha ki, dövlətimiz güclənib, iqtisadiyyatı güclüdür. Müəyyən məsələlər bilirsiniz ki, yəni su ilə bağlı, məsəl üçün kanalizasiya ilə bağlı müraciətlər olur. Artıq işıqla, qazla bağlı problemlər yoxdur. O problemlər həllini tapıbdır. Yəni demək olar ki, 99,9% bütün əhali kommunal xidmətlərdən istifadə edir və vaxtı-vaxtında əksəriyyəti ödənişləri eləyir. Deməli, verdiyiniz suala cavab olaraq vətəndaşlara bildirənlər ki, məsəl üçün bizdən 100-150 metr yaxınlıqda həmin təşkilatlar yerləşir. Dövlət müəssisələri yerləşir. Azərişıq, Azəriqaz. Amma vətəndaşlar deyək ki, hər hansı bir problemi ilə bağlı bələdiyyə müraciət edir. Bu da təbiidir, çünki onlar sizi seçib və onların qarşısında bir hesabatlığınız var. Və biz də gücümüz çatan formada yazılı və şifahi vətəndaşların problemlərin həllinə kömək edirik. Deməli, problemlər
o zaman bitir ki, nə insan olur, nə yəni fəaliyyət. Deməli, fəaliyyət varsa, problem də olacaq. Problemlər də varsa, problemi həll eləmək lazımdır. Və onun yönündə biz işlərimizi qurmuşuq. Yəni, vətəndaşları 24 saat mobil telefonumuz açıqdır. Yəni, saat 2-də də bizə zəng vururlar. 8 saat yox, biz 10 saat işləyirik. Yəni, söhbət gecə 2-dən Bəli, zəng vurur. Gündüz 2-də var. Gündüz vaxtım olmayıbdır, mənim bu filan problemim var. Vətəndaşa da bunu deyəndə, bəzən ki, saata baxmışsınız, deyir, nə olsun ki? Mənim indi vaxtım olub, indi zəng vurmuşam. Biz sizi seçmişik, siz xidmətimizdə dayanmalısınız. Bizdə, yəni, siz bizdə olarkən gördünüz ki, bizdə qoruyucu da yoxdur. Yəni, qapılarımız hər zaman açıqdır. İstənilən vətəndaşı, baxmayaraq ki, qəbul saatlarımız mövcuddur, amma biz qəbul saatına baxmayaraq istənilən zaman biz onları qəbul edirik və dinləyirik. Həmin eyni zamanda hər birinci gün icra başçısının yanında da bütün bələdiyyələr və kommunal xidmətlər vətəndaşları orada da qəbul edir. Suraxanı rayon icra hakimiyyətinin başçısının. Bəli, Adil müəllimin rəhbərliyi ilə. Eyni zamanda qəbul ayda bir dəfə başçının qəbulu var. Təbii ki, biz də orada cavabdehlik daşıyırıq və biz də orada iştirak edirik və müəyyən suallara aydınlıq gətiririk. Yəni, bu formada insanlarımıza xidmət göstərməkdə davam edirik. İxtiyar bəy, siz qeyd etdiyimiz kimi, bələdiyyə yalnız büdcəsi torpaq vergisindən və yaxud da əmlak vergisindən formalaşır və bu bizim veriliş əsasında bu layihə çərçivəsində 3 millət vəkili ilə görüşüm olub, bu efirdən, bu studiyadan canlı müzakirələrimiz olub və o məsələlərə də mən xüsusi diqqət ayırmışam ki, bugünkü bələdiyyələrin səlahiyyətlərinin az olması. Yəni ədalət naminə də deyim ki, hər 3 millət vəkili, ekspertimiz hörmətli Rafael Becanov da bugün bələdiyyələrin səlahiyyətlərinin kifayət qədər geniş olmamasından danışılıb. Müəyyən bir sıra millət vəkilləri vacib bir məqamları parlamentdə qaldıracaqlarını bu efirdən, bu canlı studiyadan söz verib. Yəni siz daha çox vergi və qeyd etdiyim kimi əmlakdan gəlir əldə edirsiniz. Yəni bu sizdə bu problemi, bu prosesi həyata keçirmək üçün nə kimi işlər həyata keçirirsiniz, nə kimi çətinliklərlə üzləşirsiniz, belə deyək? Çətinliklər var. Çətinliklər var, amma çətinliklərə də sinə gəlmək lazımdır. Və biz bu işə qatılanda nələrin olacağını biz görürdük və bir şeyi də mən deməli bildirim ki, vergi ödəmək istəməyən ödəmək istəmir. Yəni bir mənalı imtina edir. Biz də maraqlı deyilik ki, onu hansısa inzibati qaydada məsuliyyət vergini almaq üçün. Amma mən nümunə üçün deyim, bir sıra bələdiyyələr var ki, o prosesi həyata keçirir. Deməli, yox, biz də o məsələyə qatılmışıq məcburiyyət qarşısında, açığı deyim. Mən seçimlə, zor gücü ilə danışmaq istəməzdim. Ancaq İnzibati İcraat haqqında qanunun 82.2-ci maddəsi var. Məhkəmədən kənar, deməli, akt tərtib edərək məhkəmə icrasına yönəltmək. Bəli, Ədliyyə Nazirliyinin proporsiya icra şöbəsinə yönəldirik. Yəni, o da... Təsiri olurmu onların? Var, əlbəttə ki. Əlbəttə ki, var. Amma mən seçicilərimizə də, vergi ödəyicilərimizə də arzu edərdim ki, biz elə görüşməyək. Yəni, biz hamıya güzəşt edirik. Yəni, elə vətəndaş, elə seçicimiz, elə vergi ödəyicimiz var ki, illərlə ödəniş eləmir. Və qapısı döyüləndə, ona mesaj gedəndə də onu çox aqressiv formada qəbul edir. Belə insanlar da var, amma deməli, bizim insanlarımızın içərisində deməli, özü vaxtında vergi ödəyənlərimiz də var. Və çoxluq təşkil edir. Şükürlər olsun ki, çoxluq təşkil edir. Yəni, cəmiyyətimizin xüsusiyyətinə bələdsiniz. Aydındır. Burada söhbət həm də ondan gedir ki, İxtiyar bəy, yəni seçici vətəndaş, 100 minlik əhali olan bir qəsəbə bələdiyyə vergisini verməlidir ki, bələdiyyə bununla xidmət göstərsin vacib olan problemlərin həllində. Yəni, bu həyata keçməsə bələdiyyə onda nə kimi sizə dəstək ola bilər? Niyamədin müəllim, deməli, bildiyiniz kimi Qaraçuxur bələdiyyəsi ən böyük
qəsəbə bələdiyyəsidir. Suraxanı rayonunda. Suraxanı rayonu yox, Azərbaycan üzrə qəsəbə bələdiyyəsidir. Qəsəbə bələdiyyələri içində, yəni əhalinin say tərkibinə görə ən böyük bələdiyyədir və ilk öz inzibati binası olan, yəni kirayə icarədə qalmayan bələdiyyələrdən biridir. Yəni bu formada biz ilkin olaraq başlamışıq. Sualı bir də verginin yəni toplanmasından əldə olunmalıdır ki, vətəndaşlara xitaben siz xidmət göstərə biləsiniz. Bildiyiniz kimi biz bu ilin əvvəlində şəhərsalma və arxitektura ili çərçivəsində şəhidimiz Əhməd Mehbaliyev adına küçəni deməli yüksək səviyyədə çox qısa bir müddətdə mən onun yəni fotoqraflarını, şəkillərini də sizə təqdim edirəm videolarında yüksək səviyyədə, yəni bir illik işi bir ay ərzində böyük güc sərf edərək Adil müəllimin başçılığı ilə biz o işi həyata keçirtdik. Biz bir neçə ünvanlarda deməli asfaltlanma iş aparmışıq bu il ərzində. Biz şəhid abidə komplekslərini tikib şəhidlərimizin ailəsinə və əhalinin ictimaiyyətin istifadəsinə, yəni oranı ziyarət etmək üçün şərait yaratmışıq. Biz Qaraçuxur Bələdiyyəsi olaraq 4 dənə park inşa etmişik və əhalinin istifadəsinə vermişik. Qaraçuxur Bələdiyyəsi olaraq mən Qaraçuxur Bələdiyyəsində keçirdiyim görüşdə də orada xeyli işlərin aparıldığına canlı şahidiyəm. Yer kiçik olduğundan, yəni tablo çoxun yerləşdirməmişdik biz orada. Amma yəni bizim bilgisayarda yəni gördüyümüz işlərin deməli orada 10% siz görmüşsünüz. 90% hələ bizim deməli arxivdə qalır. Yaşıllığın qorunması və yaşıllığın deməli artırılması bizim prioritet əsaslardan biridir. Bilirsiniz ki, bizim ərazimizin bir hissəsi şəhər tipli evlərdir, yəni hündür mərtəbəlilərdir. Bir hissəsi həyət evləridir və parkları da yəqin ki, bizim arxamızdakı Neftçilər Parkında gördünüz, Vətən Şəhidləri Unudulmur Parkında gördünüz, Veteranlar Xiyabanı var, deməli o park var, massivində, yəni Yeni Günəşidə yeganə park olaraq D-park var. Bunların hamısının xidmət göstəririk, bunların sulanması, yəni ağaçlara aqrotexniki xidmətlərin göstərilməsi və digər məsələlər, qazonların sulanması, yəni bunlar üçün həm işçi qüvvəsi tələb olunur, həm bunlar üçün deməli işıq lazımdır orada, həm suyun haqqını ödəmək lazımdır. Yəni bir çox xərclər, yəni ki, bələdiyyə üçün mən böyük bir uğur saymasam da, amma hər halda indiki belə bələdiyyələrin gücü baxımından yanaşanda mən gördüyümüz işləri qənaətbəxş hesab edirəm. Sərbəy, mən bilirsiniz ki, həm də 25 il sizlərlə kollega olmuşam, Abşeron rayonundan mən də 25 il bələdiyyə üzvü seçilmişəm, bələdiyyə rəhbərliyində təmsil olunmuşam. Mən istərdim siz qəsəbə ərazisində az təminatlı və şəhid ailələrinə olan diqqətdən danışaq. Bilirəm ki, siz bələdiyyə olaraq hər il onların deməli anım tədbirlərini həyata keçirirsiniz, ruhları şad olsun. Bunlar bizim borcumuzdur, mənəvi borcumuzdur şəhidlərimizin, veteranların, onların ailələrinə olan diqqəti və bayramlarda onlara ayrılan az təminatlı ailələrə, şəhid ailələrinə olan sovqatlar da var. İstədim bu haqda da danışaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizi qorusun. Allah Ali Baş Komandanımızı qorusun. Amin. Bizim deməli 44 günlük müharibəyə mən qayıtmaq istəyirəm. Yəni həm deməli əgər biraz geriyə də qayıdıb 90-cı illəri xatırlatsaq, vaxt uzun çəkəcək. Vaxtımız az olduğu üçün mən axırıncı dövrdən başlayıram. Bəli, onlar bizim qürur mənbəyimizdir. Hər bir Azərbaycan vətəndaşının da, hər bir məmurun da, hər bir bələdiyyə sədrində, bələdiyyə üzvünün də onların xidmətində durmaq borcudur. Bəli. Biz onlara görə Azərbaycanda başı uca gəzirik. Ali Baş Komandanımız təbii ki, başda olmaqla yeritdiyi siyasətə görə bildiyiniz kimi biz
hər işimiz Qərbi Azərbaycan kökənliyik. Onu da xatırladım ki, mən həm də Qərbi Azərbaycan icmasının Suraxanı rayon nümayəndəsiyəm. Yəni biz vətən sevdalı, vətən Həsrətin nə olduğunu bilirik və şəhid nə olduğunu bilirik. Çünki mənim ən yaxın insanlarım da şəhid olubdur. Amma bunları da kənara qoyaraq biz yəni vətənimizi sevgidən biz istənilən şəhidimizə hörmətlə ailəsinə yanaşmalıyıq. Çünki onların şəhidlərimizin varisidir və qazilərimizə də. Deyir, sağ əlin elədiyin sol əl bilməməlidir. Biz Adil müəllim də Allah canını sağ eləsin. Yəni ki, onun elədiklərini də bilirsiniz və biz də öz sahəmizdə gücümüz çatan köməkliləri həm maddi yardım, həm onların ziyarət olunması, həm adlarının əbədiləşdirilməsi. Yəni bu günlərdə deməli 2 dənə barelyefin quraşdırılması, mən açığını deyim ki, bizim... Hər halda görülən işləri demək lazımdır. Siz televiziyadasınız, canlı efirdəsiniz. Yəni onlar üçün bir başqa vaxt ayıraraq yəqin söhbət eləyərik. Yəni yenə deyirəm, borcum, mən onu bir borc sayıram və nə eləyirəm. Onların əslində borcları heç qaytarılasın. Bəli. Biz onlar əbədiyyətə qədər onlar Azərbaycan xalqının qəlbinin ürəyində yaşayacaq. Özüm üçün bir deviz seçmişdim ki, bu erməni faşizminə qarşı yarım patron atan hər bir Azərbaycan vətəndaşı mənim başımın tacıdır. Yəni ki, bu qədər haqsızlıq Azərbaycanda, bizə qarşı, Qərbi Azərbaycanda, Qarabağda baş verənlər, yəni bizim gözümüz qabağında olubdur. Yəni vətənimizdən bizi didərgin salıblar, bizi torpağımızı istila edib, BMT tərəfindən tanınmış ərazimizdə də bizə yaşamağa imkan verməmək və bizi bu coğrafiyadan silmək belə bir xalqla, təbii ki, burada... Milli və dini kimliyimizə görə bizə qarşı aparılan Ermənistan tərəfindən aparılan bir siyasət olub. Onların himayədarları tərəfindən son 30 ildə, son 100 ildə Azərbaycan türklərinə qarşı böyük bir soyqırım həyata keçirilib. Yəni, köç salınıb və burada milyonlarla insan, Qərbi Azərbaycanlılar öz dədə-baba yurdundan didərgin salınıb və yeri gəlmişkən cənab prezidentin də məhz bir neçə il bundan öncə Qərbi Azərbaycan icmasının tədbirində iştirak etməsi və Qərbi Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasını ölkənin bir nömrəli prioritet istiqaməti kimi götürməsi də yüz minlərlə, milyonlarla Qərbi Azərbaycanlıların içində böyük ümid yaranıb ki, biz həqiqətən də beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində biz öz dədə-baba yurdumuza qayıdacağıq. Bəli. Allah prezidentimizi qorusun. 2022-ci il 24 dekabrda Qərbi Azərbaycan icmasının binasının açılışında verdiyi təlimata uyğun olaraq biz qayıdış konsepsiyasını həyata keçiririk və onunla bağlı tədbirlər görülür. Suraxanı rayonunda silsilə tədbirlər keçirilir və deməli prezidentimiz son bəyanatında bildirdi ki, biz ora tanklarla yox, biz avtomobillərlə qayıdacağıq və cənab prezidentin, Ali Baş Komandanın başqa bir deyimi də var. Mən babama söz vermişəm Zəngəzurla bağlı. Onu vaxtı gələndə deyəcəm. O bizə məlumdur və o bizi daha ruhlandırır. Cənab prezidentin bütün verdiyi sözləri hamısını yerinə yetirmiş bir liderdir. Allah qorusun, Allah ailəsini qorusun, Allah Mehriban xanımı qorusun. Amin. Siz qeyd etdiyiniz kimi bələdiyyə yaranandan fəaliyyət göstərirsiniz. 6 dəfə ardıcıl olaraq bələdiyyə üzvü seçilmişsiniz. Yəni biz 27 illik bələdiyyə tarixini nəzər yetirəndə, xatırlayırsınızsa 99-cu ildə bələdiyyələrin sayı 2700 idi. 2009-cu ildə, sonra 2014-cü ildə birləşdi və hətta 2024-cü ildə birləşdirildi. Bu proses 685-ə qədər endirildi. Yəni bu demək olar ki, 4 dəfə azaldıldı. Bax, bu sizin ümumiyyətcə bələdiyyə bu birləşmə prosesində iştirak edibmi? Və yaxud da bunların nə kimi müsbət təsirləri olub? Deməli, Suraxanı rayonunda bu birləşmə olmadı. Bakı şəhərində ümumiyyətlə 57 bələdiyyədən 53-ü
qaldı. Xəzər rayonunda və Qaradağ rayonunda birləşmə. 4 bələdiyyə birləşir. 4 bələdiyyə birləşir. Bəli. Orada da qanuna uyğun olaraq 3000 əhali sayı 3000-dən aşağı olan bələdiyyələr digər bələdiyyələrə birləşməsi getdi. Həm də ki, yəni bəzi bələdiyyələrdə məsəl üçün deməli sosial müdafiə borclar var idi. Yəni yığılmış illərlə kifayət qədər böyük bələdiyyələr. Bəli, cənab prezidentin bir neçə dəfə amnistiya aktı imzalamasına baxmayaraq bunlar yenidən həmin borcu yaratdılar. Yəni artıq görünür ki, bu bələdiyyələr özlərini doğrultmur və bunlar böyük bələdiyyələrə yəni bu deyilsiz birləşmə müsbət bir tendensiya kimi. Təbii ki. Yəni o mən elə gəlir ki, yenə davam etsə mən təşkil. Bəli. Yəni 2750-dən biz indi 685 bələdiyyə yendirilir. Amma Bakı şəhər deməli böyük şəhər bələdiyyəsinin olmağı da mən hesab edirəm ki, yaradırsa yaxşı olar. Yəni bu bizim səlahiyyətlərimizə aiddir. Bu mənim arzumdur. Arzularımdan biri də bələdiyyə gününün qeyd olunmasıdır. Yəni həmin günün deməli digər dövlət qulluğunda olan təşkilatların deməli qeyd olduğu kimi bələdiyyə günündə qeyd olunmasının arzularından biridir. Təkliflər olundu bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları tərəfindən belə bir təklif də olundu ki, yəni bu gün bütün sahələrdə gün var, ancaq bələdiyyə günü, bələdiyyə üzvləri ilə bağlı. Ümid edirik ki, bununla bağlı müvafiq dövlət qurumları da müəyyən addımlar atacaq. İxtiyar bəy, bu bələdiyyələr sahəsində qanunvericilik aktlarına toxunmaq istəyirəm və bilirəm ki, yəni bu sözüm sizin də xətrinizə dəyməz və təbii ki, bunu sizə aid etmirəm. Amma bir sıra hallarda biz qanunvericilikdə müəyyən bələdiyyələrin qanun pozuntularına yol verdiyini də görürük. Bir sıra hüquq mühafizə orqanları bununla bağlı addımlar atır. Bilirik ki, parlamentdə bələdiyyələrə bir şöbə fəaliyyət göstərir, bələdiyyələrin nəzarət şöbəsi var. Onların da hesabatlığı olur hər il parlamentdə. Orada da həmin hesabatda da bələdiyyələrin nə qədər qanun pozduqları qeyd olunur. Yəni, bax, bəzən bu efir zamanında da biz buna toxunduq millət vəkilləri ilə də görüşümüzdə. Bəzən bələdiyyə sədrləri sanki Sovet dövrünün bir kolxoz sədri kimi özü müstəqil qərar verir, o savxoz direktoru, yəni mən dedimsə qəbul olunmalıdır. Belə hallarla da rastlaşırıq. Yəni bu qanunları pozmamaq üçün sizcə nə kimi işlər həyata keçirilməlidir? Bildiyiniz kimi bələdiyyələr demokratik bir təsisatdır və biz hər bir bələdiyyə sədrində müstəqil bir təsisatdır. Heç bir dövlət qurumuna tabe olmayan. Deməli, bizim metodik göstərişlər yalnız Ədliyyə Nazirliyinin iş baş idarəsindən gəlir və mən açığı deyim, onların da deməli bələdiyyələrə göstərdiyi dəstəyi mən qiymətləndirirəm. Həm də assosiasiyanın dəstəyini qiymətləndirirəm. Eyni zamanda biz Suraxanı rayon icra hakimiyyəti ilə də yəni koordinasiyalı şəkildə işləyirik. Yəni bütün bu dəstəklərə göstərilən dəstəyə görə hər birinə təşəkkürümü bildirirəm. Hər bir təşkilat rəhbərinə təşəkkürümü bildirirəm və hər şeyi bildiyiniz kimi kadrlar həll edir. Kadrlar yerində olanda nə kolxoz sədri olur, nə savxoz sədri olur. Biz də çalışırıq ki, millətimizin, xalqımızın deməli qulluğunda dayanaq, onların arzularını gerçəkləşdirək, onların deməli istəyinə uyğun işlərimizi quraq. Sərvət, son seçkilərdə, bələdiyyə seçkilərini nəzərdə tuturam. Son iki seçkidə biz artıq bu bələdiyyə tərkibində o kadr məsələsinə toxundunuz. Çox müsbət bir tendensiya ilə rastlaşdıq. Burada həm gənclərin üzv seçilməsi, həm də xanımların daha çox, bəli. Deməli, bizdə bildiyiniz kimi 17 nəfər bələdiyyə üzvü fəaliyyət göstərir, yəni seçilibdir. Haradasa 67 namizəd var idi, yəni ondan 17 nəfər. Yeni Azərbaycan Partiyası yəni çoxluq təşkil edir. Bu seçkilərdə 12 nəfər. Yəni mən də həm də Yeni Azərbaycan Partiyasının ərazi
partiya təşkilatının sədriyəm. Bir vəzifə o siyasi vəzifəm odur. Deməli, qadınlar 9 nəfər, 17 nəfərdən. 9 nəfər, hətta 50%-dan da. 50%-dan da. Yəni ki, kvorum onlardadır. Bəli, 50%-dan böyük göstərici. Böyük göstərici. 7 gənclər, digərləri də digər ixtisaslar üzrə bütün sahələri əhatə edir amma. Aydındır. Sərvət, təşəkkür edirik. Çox maraqlı müzakirə üçün bizim efirin qonağı oldunuz. Buna görə bir daha sizə, sizin kollektivə təşəkkür edirik və sizə daha böyük uğurlar arzu edirik fəaliyyətinizdə, işinizdə. Yəni bir daha sizə səmimi qəlbdən dərin təşəkkürümüzü bildiririk ki, bizim bu təşkilatın bu layihəsində həm canlı biz görüş keçirtdik, həm də bizim studiyamızın yəni qonağı oldunuz. Cəbhə TV-nin rəhbərliyinə xüsusən Rafael bəyə, Vilayət bəyə dərin təşəkkürümü, burada əziyyətli olan hər bir kəsə dərin təşəkkürümüzü bildiririk ki, belə bir layihənin icra olunmasına bizə dəstək oldu. Sizə də bir daha uğurlar arzulayırıq. Çox sağ olun. Mən də sizə və Cəbhə Info onun rəhbərliyinə təşəkkür edirəm. Var olun, çox sağ olun. Görüşənədək. Təşəkkür edirik. Sağ olun. Hörmətli tamaşaçılar, xatırladım ki, 5-ci verilişimizin qonağı Suraxanı rayonunun ərazisində fəaliyyət göstərən Qaraçuxur Bələdiyyəsinin sədri hörmətli İxtiyar Nəcəfov idi. Bu verilişimiz Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin layihəsi çərçivəsində həyata keçirilirdi. Layihə bələdiyyə sahəsində qanunverici aktlarının təhlili idi. Layihənin maliyyəsini Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilirdi. Sağ olun, növbəti görüşədək.